Salam əziz dostlar. Bugün biz Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan Ədəbi Əlaqələr Şöbəsinin Pakistan Ədəbiyyatı mərkəzindəyik və həm söhbətimiz tanınmış alim Professor Bədirxan Əhmədlidir. Xoş gördük Bədirxan müəllim. Hoş gördük, hoş gəlmisiniz. Sağ olun. Və necə deyərlər, elə isti-isti sualımı vermək istəyirəm. Ədəbiyyat. Ədəbiyyat nədir? Ədəbiyyat kimə və nəyə görə lazımdır? Çox dərin sual oldu. Ona görə dərin sual oldu ki, bu sualı cavab vermək üçün gərək çox yerlərə biz başvuraq. Ədəbiyyat nədir? Ədəbiyyatsız həyat mümkünmüdür? Əlbəttə mümkündür. Ancaq həm də mümkün deyildir. Yəni, cəmiyyət tarixən min illərdir, özünün yaratdığı müxtəlif ictimai, siyasi, tarixi proseslərlə bərabər həm də ədəbiyyatı zəruri bilmişdir ki, özünün bədii təfəkkürünü yaratmışdır. Həm şifahi ilk olaraq, həm şifahi, həm yazılı ədəbiyyat. Yəni, ədəbiyyatsız cəmiyyət mümkündürmü? Ədəbiyyatsız indiki dövrdə cəmiyyət mümkün deyil. Bilirsinizmi, ədəbiyyat ədəbiyyat həm də bir xalqın bədii təfəkkürüdür. Yəni, bir xalqın keçdiyi yolu, tarixi, inkişaf yolunu onun həm də bədii ədəbiyyatından öyrənmək mümkündür. Siz təsəvvür edin, 800 il əvvəl biz Nizami Gəncəvinin əgər bədii təfəkkürünə müraciət ediriksə və orada istədiklərimizi tapa biliriksə, demək ədəbiyyat lazımdır. Eləcə də digər bütün bizim klassiklərin əsərləri. Ədəbiyyat həmişə lazımdır. Ancaq bu demək deyil ki, ədəbiyyatsız insan yoxdur. Ədəbiyyatsız da insan vardır. Ancaq onlar, o insanla ədəbiyyatı oxuyan, ədəbiyyatı mənimsəyən insan arasında çox böyük fərq vardır. Yəni, ədəbiyyat cəmiyyətin bütün zəruri proseslər kimi bir zəruri proses olaraq ortaya çıxmışdır və xalq özünü ədəbiyyatda ifadə etmişdir. Ona görə də ədəbiyyat lazımdır. Nə qədər ki, xalq var, onun da ədəbiyyatı vardır. Bir şey yadıma düşdü, Bədirxan müəllim. Biz nağıl var da, cırtdan nağılı. Əgər cırtdan divin başının üstə çıxsa, divdən daha uzağı görər. Ədəbiyyat da odur, böyük bir divdir. Siz deyirsiniz Nizami Gəncəvi, 12-ci əsr. Orada baxırsan Azərbaycanlıların o vaxtki 12-ci əsr mədəniyyəti ilə, məişəti ilə tanış olursan. Yəni o dəllək və padişah söhbətində oxuyanda görürsən ki, ay dili qafil, 12-ci əsrdə Azərbaycanda, Gəncədə deməli hamamlar var idi. 12-ci əsrdə əməyin ictimai bölgüsü artıq var idi. Çünki bərbər ixtisaslar var idi və s. Və 12-ci əsrdə ictimai asayiş qorunurdu. Əgər padişah gecə çıxıb şəhəri gəzirsə, sakit, əlini qolunu sallaya. Deməli, bu nədir? Bu bir gücdür, qüvvədir bizim arxamızda duran. Buna sahib olmaq lazımdır. Ədəbiyyat olmadan buna sahib olmaq. Əlbəttə, çox doğru deyirsiniz. Yəni, ədəbiyyatsız cəmiyyət yoxdur. Siz təsəvvür edin, siz indi 12-ci əsr dediniz. 12-ci əsrdə Məhsəti Gəncəvi var idi. Yəni, bir xalq özünün əgər bir qadın şairini 12-ci əsrdə yetişdirirsə, halbuki bugün dünyada hegemon dövlətlər və xalqlar var ki, onların 12-ci əsrdə heç bir qadın şairi yoxdur. Şair nə deməkdir? Şair o cəmiyyətin düşünən bədii təfəkkürüdür və belə deyim ki, o hər şeydə irəli düşünən adamdır. O öz şeirləri ilə demək, xalqın ruhunu oxşuyur. Təkcə şeirləri ilə yox. Bunu Məhsətini mən ona görə misal çəkim ki, bu cəmiyyətdə Məhsəti haqqında müxtəlif söhbətlər gedir. Baxın, bütün dünya tarixinə baxın, dünya xalqlarının tarixinə baxın. Görün, 12-ci əsrdə kimin Məhsəti kimi irəli gedən, hətta belə deyim ki,
bu gün pornografiya xarakterli ən çox onun şeirləri daha çox belə deyim hallanır. Hansı cəmiyyətdə olmuşdur? Görün bizim bu cəmiyyətin irəli gedişindən asılıdır, həm də bu cəmiyyətdə xalqın bir Məhsəti Gəncəvi kimi yetişdirdiyi şairlərdən Mən çox şey asılıdır. üzr istəyirəm Bədirxan müəllim, mən pornografiya deməzdim, erotika deyərdim. Yəni bilirsiniz sevgi şeirləri Müxtəlif vaxtlarda ona müxtəlif adlar qoymaq olar. var. Yəni burada Molla Pənah Vaqifin şeirləri. Biz bugün niyə Molla Pənah Vaqif kişidir deyə ona heç bir söz demirik? Tutaq ki, Məhsəti Gəncəvi və bir də Namiq müəllim, bir məsələni də mən qeyd eləmək istəyirəm. Demək, sosial şəbəkə belə deyim ki, elə bir platformadır ki, orada hər adam ədəbiyyatdan başı çıxan da, çıxmayan da hər adam öz fikirlərini söyləyə bilir. Məhsəti Gəncəvinin şeirlərində bu cür şeyləri yazması onun özünün olması anlamına qətiyyən gəlmir. Vaqifin şeirlərini o cür yazması o hərəkətləri etmək anlamına gəlmir. O lirik məndir. Lirik məndən çıxış edir o. Çox təəssüf ki, bizim əksər belə deyim ki, tənqidçilər bunu dərk edə bilmirlər və onun yazdıqlarını birbaşa şairin özünə aid edirlər. Qətiyyən bu yol verilməzdir. dərhal sual yaranır Bədirxan müəllim. Sizə elə gəlmirmi ki, bizim Azərbaycan, müasir Azərbaycan ədəbiyyatımız bu məsələlərə görə o cümlədən bir dərin krizis içərisindədir, böhran içərisindədir. Yəni baxırsan, Aşıq Ələsgərə baxırsan, Vaqifə baxırsan, ya Bəli. bir də baxırsan indikilərə bir obraz görə bilmirsən. Nə görürsən xırda nəysə kimsə kimisə bəyənmir, tənqid eləyir. Amma yaradıcılıq mənə elə gəlir ki, mən ədəbiyyatçı deyiləm, yazıcı deyiləm, sadə bir oxucuyam. Mənə gəlir ki, biz ədəbiyyatımız böhran içindədir. Mən bir başqa misalda deyim. Baxın, çox nəhəng bir hadisə baş verib. 1918-ci ildə Şərqdə ilk demokratik cumhuriyyət qurulub. Harada? Azərbaycanda. Yaxşı, tutam ki, Sovet dövründə bu biraz qadağan olunmuş məsələ idi. Buna müraciət eləmirdilər bizim yazıçılarımız, şairlərimiz və s. Bəs indi nə olub? 35 ildir müstəqilik. Və yaxud deyək ki, Qarabağ tematikası, Qarabağ mövzusu, birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi. Bəlkə də mən az məlumatlıyam, amma çox dəyərli əsərlər görə bilmirəm. Çox təəssüf. Yəni bu mövzular ətrafında. Hətta sevgi mövzusu olsun. Siz tamamilə doğru qeyd edirsiniz. Doğrudan da bizim ədəbiyyatımızda müəyyən bir proses gedir. Bu proses əlbəttə bütün ictimai quruluşların dəyişdiyi dövrdə gedir. Mən sizə xatırladıram ki, 1920-ci ildə belə aprel işğalından sonra bir 10 il, 15 il, 20 il yaxşı ədəbiyyat nümunələri yaranmadı. Bilirsiniz, siyasi proseslər ədəbi prosesi üstələyəndə ədəbi proses bir qədər geri çəkilir. Biz 20-ci illərə, 30-cu illərə baxsaq bunun şahidi olaraq. 80-ci illərin sonlarına başlayaraq 90-cı illər və 2000-ci illərin əvvəllərində də bu proses getməyə başladı. Sonra ədəbiyyat özünü toparladı. İndi bugün yaxşı əsərlər yaranır. Ancaq siz həm də o cəhətdən haqlısınız ki, Qarabağ belə deyim ki, faciəsini, Azərbaycanın yaşadığı qaçqınlıq problemini biz dünyaya çatdıra bilmədik. Ən azından bədii təfəkkür, yəni bədii ədəbiyyata çatdıra bilmədik. Mən sizə ayrıca bir misal çəkim. Demək, Xalid Hüseyni, Əfqan yazısı, 3 roman yazdı. Kərpələn Gülçıran, Min Möhtəşəm Günəş və demək bir roman da var. O 3 romanda bütün belə deyim ki, Əfqan problemini bütün dünyaya çatdıra bildi. Bütün dünya onun əsərindən Əfqanistanda nə baş verdiyini öyrəndi. Ancaq təəssüf ki, bizdə belə bir əsər olmadı. Əlbəttə, bu həm də o demək deyil ki, bizdə ümumiyyətlə əsər yaranmadı. Bizdə də yaxşı əsərlər yarandı. Mən dediyim şey beynəlxalq aləmə çıxmaqla bağlıdır.
Bizdə də yaxşı əsərlər yarandı və bu gün də yaranır. Həmişə bu barədə belə müəyyən bir söhbət düşəndə bizdə belə deyirlər ki, zaman lazımdır. Ədəbiyyat o demək prosesləri həzm eləsin və zaman keçirərək yaxşı əsərlər yaranacaq. Artıq o zaman keçdi, biz torpaqlarımız geri qaytardıq, ancaq hələ də o cür əsərlərin yaranmasını biz yenə də gözləyirik. Yəqin ki, nə zamansa yaranacaq. Doğru, bax siz deyirsiniz, mən fikirləşirəm siz danışdıqca. Rüstəm Behrudi var. Bəli, Türk dünyasında tanınmış, yəni beynəlxalq aləmdə tanınmış nüfuzlu bir şairdir. Hazırki yaşayan müasir ədəbiyyat müəllimləridir. Çingiz Abdullayev Rusça yazır, amma Azərbaycanlı da tanınmışdır. Bir neçə başqa yazıçılarımızın ananın özünün adını çəkmək olar. Ramiz Rövşən, yəni belə beynəlxalq aləmdə az çox Azərbaycanı tanıda bilən yazıçılarımız var. Yox deyil, mən razı sizdən. Gənclər var, gənc yazıçılarımız var. Amma məncə bu azdır. Yəni bu Azərbaycanın ədəbi, bədii potensialı məncə daha genişdir, daha böyükdür. Və indi siz deyirsiniz, siyasi hava ədəbi yaradıcılığı şərtləndirir. Doğrudan mı elə bir hava yoxdur Azərbaycanda ki, adamlar yaradıcılıqla məşğul olsun? Mən başqa bir sual verim. Məsələn, mənə belə deyək ki, problemin kökü yəni tək bir yerdən qaynaqlanmır. Mən 7-ci sinifdə oxuyurdum orta məktəbdə və Əkrəm Əylisinin bir kitabı çıxdı, Mənim Nəğməkar Bibim. Ədəbiyyat müəllimimiz onu mənə məsləhət gördü. Mən 7-ci sinif uşağıyam. Məsləhət gördü ki, sən o kitabı hökmünü oxu. Və bu kitab mənim dünya görüşümün formalaşmasında müstəsna rol oynadı. Ondan sonra mən Əkrəm Əylisinin tərcüməsində Əlvida Gülsarı, Çingiz Aytmatovun Əlvida Gülsarı əsərini oxudum. Çox xoşum gəldi. Sonra təbii ki, Əkrəm Əylisli bir yazıcı kimi öz fəaliyyətini davam elətdirdi. Mən də çalışdım, yəni nəzərdən qaçırmayım, oxuyum. Amma bir əsər yazmaqla ki, əsər həqiqətən mübahisəlidir, daş yıxılar, o dərhal cəmiyyətin qəzəbinə tuş gəldi. Yəni bütün onun Əkrəm Əylisli yaradıcılığı, Əkrəm Əylisli təfəkkürü elə bir hərəkətlə silindi. Bu doğrudurmu? Necə baxırsınız? Əvvəlcə sualınızın birinci tərəfinə mən cavab verim. Yəni Azərbaycanda indi bu cür əsərlər yazılırmı və nə üçün bunlar belə deyim ki, dünyaya çıxış yolu tapa bilmir? Birincisi ona görə ki, burada bir neçə amil vardır. O amillərdən biri odur ki, biz məsələn qərb ədəbiyyatına baxırıq, qərb yazıcısı kimi yazmağa başlayır bizim gənclər. Xüsusilə bu gün texnologiyanın inkişafında bu özünü daha çox göstərir. Görürsən ki, demək, struktur, süjet xətti filan hamısı var, ancaq münasibətlər milli münasibət deyil. Yəni, bax, bu şeylər var. Məsələn, qərbli üçün bu o qədər də önəmli deyil. Qərb özünün bədii təfəkkürünü öz yazıçılarında öyrənir. Bizə əslində şərq bədii təfəkkürü. Onlara lazım şərq bədii təfəkkürünü öyrənsin. Məsələn, nəyə görə Mirzə Şəfi Vazehin əsərləri 19-cu əsrdə Bodenştet vasitəsilə bütün Avropaya yayıldı. Çünki Avropa orada şərq romantizmini gördü və onun üçün yenilik idi. Və yaxud nəyə görə demək 1913-cü ildə Rabindranath Tagora Nobel mükafatı verildi. Bəli. Onun bir səbəbi var idi. Rabindranath Tagor qərblilərdən fərqli şəkildə yazırdı poeziyasını. Ona görə və yaxud nəyə görə 1920-30-cu illərdə demək Məhəmməd Əsəd bəyin Qurban Səid imzası ilə yazdığı İstanbullu qız və Əli və Nino romanı bütün dünyaya tərcümə olundu. Çünki o qərbdə otura şərq üslubunu öz əsərlərində
o sevgini, o demək burada baş verən tarixi, ictimai, siyasi prosesləri çox belə deyim ki, şərq motivləri ilə anlatmağa başladı. Ona görə o oldu. Mənə elə gəlir ki, bizim yazıçılar elə buranı öz dillərində anlatmağa çalışmalıdırlar. Və bu cəhətdən 20-ci əsr Azərbaycan ədəbiyyatında mən İsmail Şıxlının Dəli Kür romanını bunun ən yaxşı nümunəsi kimi görürəm. Orada Obrazlar. bir obraz, orada bir xarakter, orada bir Azərbaycan düşüncəsi var, milli düşüncə var, təfəkkür var, hər şey var. Oradakı hadisələr, baş verən proseslər, ona münasibət. Bu sırf belə deyim ki, qərb yönlü deyil, elə milli yönlü bir təsvirdir. Bax, əslində qərbli bu cür əsərləri daha çox xoşlayır. İkinci sualınızın ikinci tərəfinə gəldikdə isə Əkrəm Məhəddisinin, doğrudan da Əkrəm Məhəddisinin romanları Azərbaycan üçün o vaxtı 60-cı illərdə, 70-ci illərdə çox böyük bir şey. Əkrəm Məhəddisini belə uşaqlıq dövründə, gəncliyində gördüyü prosesləri o qədər belə gözəl, belə romantikcəsinə anladırdı ki, o bizim hamımıza xoş gəlirdi. Və ondan sonraki əsərlərində də o Azərbaycan həqiqətlərini çatdırmağa çalışırdı. Əlbəttə, bir əsərlə o əsər nə dərəcədə bizim maraqlarımıza xidmət edirdi, etmirdi, bu ayrı məsələ. Bir əsərlə hər hansı bir yazıçının ədəbiyyat tarixindən silinməsi də düzgün deyil, qətiyyən düzgün deyil. Bədirxan müəllim, çox maraqlı həm söhbətsiz. Bizim söhbətimiz sizlə heç bir formata sığmaz. Amma bizim orta kanalın formatı belədir ki, biz qısa süjetlər çəkirik. Mən bugünkü söhbətə görə, maraqlı söhbətə görə sizə dərindən təşəkkür edirəm. Biz gələn söhbətlərimizdə daha çox sizin yaradıcılığınız barədə danışarıq. Məsələn, mən burada qeyd edeyim gələn görüşlər üçün ki, bizim Azərbaycan ədəbiyyatının, 20-ci əsr Azərbaycan ədəbiyyatının ən samballı tədqiqatçısı Bədirxan müəllimdir və 3 ciltlik Azərbaycan ədəbiyyat tarixi kitabını yazmışdır. Rabindranath Tagore barədə ümumiyyətlə Bədirxan müəllim çox məhsuldar bir müəllifdir, alimdir, araşdırıcıdır və biz sizinlə İnşallah sizin də razılığınızla gələn dəfələr görüşərik və söhbətimizi davam edərik. Mən hörmətli tamaşaçılar sizə təşəkkür edirəm. Bizə qoşulduğunuz üçün, bizi izlədiyiniz üçün və xahiş edirəm kanalımıza, orta kanala abunə yazılın. Videonun aşağısında bəyəni işarəsi var. Onu basın ki, daha çox adam bizim videolarımızı görsün və belə maraqlı söhbətlərin şahidləri olsun. Videonu yaymağınızı da əlavə olaraq sizdən xahiş edirəm. Məni öz kanalı ilə bu videonu yaysın, bu maraqlı söhbətləri daha çox vətəndaşımız, Azərbaycanı sevən hər kəs eşidə bilsin. Sağ olun. Mən də deyim. Buyurun. Mən də sizə təşəkkür edirəm ki, siz bu missiyanı öz üzərinizə götürmüsünüz. Söhbətimizin əvvəlində mən dedim, sizin bu missiyanızın Həsən bəy Zərdabinin Əkinçi qəzetinə çəkdiyi əziyyət qədər mən onu qiymətləndirirəm. Doğrudan da burada heç bir belə deyim ki, maddi bir şey güdmədən ya mənəviyyatla məşğul olmaq, xalqa bu ədəbi prosesi çatdırmaq özü çox böyük bir şeydir. Buna görə də mən sizə təşəkkür edirəm və verilişinizin daimi, davamlı olmasını arzu edirəm. Təşəkkür edirəm. Sağ olun. Sağ olun.